Hamınıza salamlar dostlar. Hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Necəsiniz? Ümid edirəm işləriniz qaydasında gedir. Xəritələr və Xalqlar kanalını izlədiyiniz üçün sizlərə sonsuz minnətdaram. Hər günümüz pozitiv olsun. Əgər problemlərimiz varsa, əlbəttə çalışmaq lazımdır ki, bu problemləri həll edək, yoluna qoyaq və ən əsası irəli, ancaq irəli. Çünki həyatımızı gözəlləşdirən bizim ideallarımız və çalışmaq lazımdır. Hər bir insanın həyatda bir məqsədi olsun. Məqsədsiz insan quru bir ağac kimidir. Bu məqsədlər yolunda, məqsəd və yaxud məqsədlər yolunda nələrisə nail olar. Hər kəsin qəlbinə, könlünə görə bu reallaşar, əziyyətinə görə reallaşar inşallah. Göz haqqınızı halal eləyin, minnətdaram. Bizi TikTokdan, Instagramda, Facebookda, fərqli sosial media platformalarında izləyə bilərsiniz. Və bugün çox maraqlı bir mövzumuz var. Videonun adından da bəllidir. Amma bu mövzuya keçmədən öncə yenə bir məsələni vurğulamaqda fayda var. Biz az öncə məqsədlərdən danışdıq. Amma əlbəttə ki, mən İslam inanclı bir şəxs kimi bunu deyirəm. Bu can Allahın bizə verdiyi bir nemətdir, amma nemətdən əlavə əmanətdir. Bu əmanəti qoruyub saxlamaq da bizim borcumuzdur. Tamam, sən ola bilər inancsız ol və yaxud da başqa dini inanclarda ol. İnsani keyfiyyətdir ki, insan öz canının qiymətini bilsin, sağlam yaşasın, daim, necə dedik, pozitiv ruhda və bu pozitiv olmaq üçün də insan gərək enerjili ola, canı sulu ola, sağlam ola. Ola bilər indi müəyyən qədər xəstələnə bilərik, qrip ola bilərik və yaxud da biraz böyük xəstəlik ola bilər. Allah xəstələrə də şəfa versin. Amma çalışmaq lazımdır ki, əgər sağlam canın varsa, insanın özündən asılıdır, bunu çirkləndirmə. Və eləcə də zərərli vərdişlərdən, alkoqollu spirtli içkilərdən, tütün məmulatlarından və sair mən o pis vərdişləri burada sadalamaq niyyətində deyiləm. Yəni onlardan uzaq durmaq lazımdır. İdman elə, gimnastika elə, necə deyirlər, təmiz havaya çıx, qaçış elə, yürüyüş elə. İmkanın varsa, büdcən imkan verirsə və vaxtın varsa gözəl yerlərə səyahət elə. Necə deyirlər, insana qalan budur. Can üçün edilən yatırımdan gözəl nə ola bilər? Məncə heç nə. Ümumiyyətlə canlı yayımlarımızda da hər zaman biz bu məsələlərə toxunuruq. Amma bu videoda mən istərdim ki, sizlərə biraz bu barədə detallı məlumat verim və maraqlı faktlar paylaşım. Deməli dostlar, önümə belə bir xəbər çıxdı. Adətən bilirsiniz, elə videolarım var ki, podcast kimidir, eləsi var canlı yayımdır, eləsi var qonaqlar ola bilər, o məni qonaq edə bilərlər və yaxud da, yəni fərqli olur. Son videolarımda görmüsünüz ki, xəbərləri oxuyub elə birbaşa sizə çatdırıram. Biraz araşdırma edirəm orada təbii ki, amma xəbəri necə var, o cür sizə çatdırıram. Burada həm xəbəri sizə çatdıracağam, həm də özüm də müəyyən araşdırmalar eləmişəm. Yəni mix eləmişəm. Belə bir video hazırlamışam. Ümid edirəm sizlərin də xoşuna gələr. Xəbər bu şəkildə idi. Rusiyada daha bir yaşayış məntəqəsində araq içmək qadağan edildi. Bunu düşündüm, əlbəttə çox mənə maraqlı gəldi və daxil oldum, baxdım. Bəlkə ola bilsin bu videodan sonra kimsə o son siqaretdə atdı və başladı bunu tərgizmək üçün addımlar atmağa və yaxud da içki içməmək barədə düşün. Tək Rusiyada deyil, ümumiyyətlə dünyanın harasında belə qaydalar var. Necədir, nə cürdür? İlk öncə gəlin xəbərlə tanış olaq. Rusiyada daha bir yaşayış məntəqəsində alkoqol qəbulu qadağan edilib. Bu barədə mənbə Buryatiya Online Telegram kanalına istinadla xəbər verilir. Ümumiyyətlə istərdim əvvəlcə bir Buryatiya və Buryatlar haqqında sizə biraz məlumat verim. Buryatiya Rusiya Federasiyası subyektlərindən biridir. Rusiyanın Asiya hissəsinin cənubunda Monqolistanla sərhəddə yerləşir. Sibir federal dairəsinə daxildir. Paytaxtı Ulan-Ude şəhəridir və Rusiya Federasiyasına daxil olan 21 respublikadan biridir. Sahəsi 351 min kvadrat kilometrdir. Yəni bu Azərbaycandan çox olsa da, amma əhalisi çox azdır. 2025-ci ildə 971 mindən biraz çox. Baykal gölünün şərq sahilidir və eləcə də Sibirin cənub yamaclarıdır. Aydın məsələdir ki, çox soyuq bir iqlimə malik bir bölgədir. Əlbəttə ki, çox gözəl də bir yerdir. Buranın əhalisi isə çoxluğu ruslardır, ikinci yerdə yerli buryatlardır. Sonra tatarlar, ukraynlar, azərbaycanlılar, soyotlar, yevenklər, özbəklər, belaruslar və başqa xalqların nümayəndələri də var. Buranın yerli xalqı az öncə də dedik, buryatlardır. Elə Buryatiya adını buradan götürüb. Buryatlar əsasən Rusiya Federasiyasında və Rusiyanın Buryatiya Muxtar Respublikasında, qismən də Monqolistan və Çində yaşayan monqol dilli xalqdır. Yəni əsas etibarilə Buryatiyada olsalar da, amma Rusiya Federasiyasına, Monqolistana, Çinə yayılmış bir xalqdır. Həmçinin onların dini əsasən tengriçilik, şamanizmdir. Belə götürəndə onlar həm monqollarla qohumdular, həm türk xalqları ilə.
Əslinə qalanda da elə monqollardır, tunguslardır, mancurlardır, koreyalılardır, Yaponiyadakı bəzi xalqlardır. Bunlar da elə bizim kimi, biz türklər kimi Altay xalqlarının qollarıdır. Yəni bizə qohum olan xalqlardır. Rusiya Federasiyasında saylarının təqribən 500 min, yəni yarım milyon olduğu, həmçinin Monqolistanda 80 minə yaxın, Çində 50 min olduğu düşünülür. Bununla yanaşı Ukraynada, Qazaxıstanda, Qırğızıstanda, eləcə də Koreyada, Amerika Birləşmiş Ştatlarında, həmçinin Avropa ölkələrində, xüsusən Almaniyada, İngiltərədə var olduqları bilinir. İndi isə qaydaq yenə əsas xəbərə. Buryatiya regionunun Malay Narın kəndinin sakinləri yığıncaq keçiriblər və öz yaşayış məntəqələrini spirtli içkinin içilmədiyi zona elan etmək barədə yekdilliklə qərar qəbul ediblər. Alqışlayırıq. Əhali hakimiyyət orqanları, prokurorluq və hüquq mühafizə orqanları ilə birlikdə yaşayış məntəqəsində spirtli içkilərin satışının tam qadağan edilməsi qərarına gəlinib. Qeyd edilir ki, bu regionda yerli əhalinin spirtli içkilərin qəbuluna qarşı fəal mübarizə aparan ilk yaşayış məntəqəsi deyil. Kiçik Narın, yəni Malay Narın Buryatiyada bu cür addım atan sayca 30-cu yaşayış məntəqəsidir. Nə gözəl. Ümumiyyətlə belə bir anlayış var ki, məsələn, Sibirdir, tayqa meşələrdir, soyuq yerdir, orada can qızışsın, isinişmək üçün biraz içki qəbul eləyirlər. Belə bir adət var. Amma əlbəttə ki, içkidir, bu spirtli içkilərdir. Bizim türk xalqlarına sonradan əlbəttə şərab olub o öz yerində, amma sırf araqdır. Bu biraz sonradan bizə gəlmiş. Məsələn, araqdır, siqaretdir. Qəlyan düzdür, əvvəldən olub, amma bəzi papiroslardır. Bunlar sonradan bizə gələn, bizim belə deyək, günlük yaşamımıza daxil olan nəsnələrdir və nə yaxşı ki də indi heç olmasa Buryatiyada mübarizə aparırlar. Mən arzu edərdim ki, Azərbaycanda da və ümumiyyətlə dünyanın hər bir bucağında, hər bir yerində belə addımlar atılsın. Bu çox gözəl bir haldır. Bəs dünyada alkoqollu içkilərin qadağan olunduğu ölkələr, yerlər, bölgələr hansılardır? Bu siyahıda bir ölkə xristianların çox olduğu ölkədir. Qalan hamısı demək olar müsəlmanların çox olduğu ərazilər, ölkələrdir. Məsələn, İndoneziyanın Aceh ölkəsində orada ümumiyyətlə müsəlman qayda qanunları çox sərt bir şəkildə yerinə yetirilir və burada spirtli içki yerli xalq üçün tamamilə qadağandır. Yalnız bəzi spesifik yerlərdə, turistik bölgələrdə, turistlər üçün qapalı məkanlarda buna icazə verilir. Eləcə də müsəlmanlara və müsəlmanların çox olduğu, onların yaşadığı ərazilərdə açıq şəkildə spirtli içkilərin istifadəsinin qadağan olunduğu ölkələr, bu ölkələrin bəzilərində bütün ölkə üzrə, bəzilərində isə regionlar üzrə buna qadağa qoyulub. Məsələn, bu siyahıya daxildir Əfqanıstan, Cibuti, Bangladeş, Hindistanın bəzi bölgələri, Bruney, Qətər, Yəmən, Mavritaniya, Səudiyyə Ərəbistan, Liviya, Maldiv adaları. Əlbəttə Maldiv adalarında turistik yerlərdə yox, adalarda yox. Əsasən müsəlmanlara və müsəlmanların sıxlıqla yaşadığı məhəllələrdə, kəndlərdə, qəsəbələrdə və s. Sudanda, Pakistanda, eləcə də Somalidə, İranda və Küveytdə. Amma müsəlmanların çox az olduğu, yəni yerli əhalinin xristianlar olduğu və yaxud da aborgenlər olduğu bir ölkə var ki, bu da Avstraliyadadır. Bəli, təəccüblənməyin. Bu ölkədə spirtli içki qəbul edə bilməyəcəyiniz yerlər də var. Şimal ərazilərdə spirt yalnız lisenziyalı pərakəndə satçılardan əldə oluna bilər. Lakin dünyanın bəzi ölkələrində spirtli və alkoqollu içkilərin yumşaq məhdudiyyətlə satışına icazə verilən yerlər də mövcuddur. 2008-ci ildən etibarən Braziliya bütün magistral yollarında yerləşən yanacaq doldurma məntəqələrində və qəlyanaltı barlarında spirtli içkilərin satışını tam qadağa edib. Həmçinin Fransada axşam saat 8-dən səhər saat 6-ya qədər spirtli içkilərin satışı qadağandır. Bununla yanaşı Latviya, Litva, Almaniya, Portuqaliya, ABŞ-ın bəzi ştatlarında və Rusiya Federasiyasının onlar regionunda günün qaranlıq saatlarında spirtli içkilərin satışına müxtəlif məhdudiyyətlər mövcuddur. Bax belə dostlar, yəni çalışmaq lazımdır ki, spirtli içkilərdən nə qədər uzaq dursaq, həmçinin tütün məmulatlarından uzaq dursaq, bu bizim canımıza, ciyərlərimizə hər tərəfli, yəni ziyandır. Bunun faydası yoxdur. Və mən düşünürəm ki, ən azından bu video kimlərinsə fikirlərinin dəyişəcəyinə zəmin yaradacaq. Buna çox sevinərəm. Bir daha göz haqqınızı halal eləyin. Mənim bu günə deyəcəklərim bu qədər idi. Siz də rəylərdə düşüncələrinizi bölüşə bilərsiniz. Özünüzə yaxşı baxın, canınızın qaydasına qalın. Hələlik.